Bugünkü qonaqlarımızdan biridir BMW F10 avtomobilidir. Demək bu avtomobili gətdi maşın sahibi qoydu bizim yanımıza. Biz də nə edirik? Qardaş bax göstərək yerində isti-isti. Maşın sahibi maşını qoy gedin yanıma. Düzdür, servisimiz hər tərəf kameradır. Amma ancaq və lakin buna baxmayaraq biz avtomobil sahibinə baxın maşın nömrəsini yazıb çıxıb gedib. Telefon nömrəsini göstərməyək. Maşın sahibi bax bir videosunu çəkirik, göndəririk qardaş bax. Nə işlər görülür? Maşından nə iş görülürsə hamısını videosunu çəkib atırıq maşın sahibinə ki, qaranlıq bir şey qalmasın. Gələn ehtiyac hissələrini də baxın sizə də göstərək. Maşın asqı sistemində paduşkaları bərbad vəziyyətdə idi. Motor və korobka paduşkaları. Gördüyünüz kimi bu korobka paduşkasıdır. Hamısı oturmuşdu və drajeni verirdi. Sirkələnmə var idi. Ustamız tərəfindən gördüyünüz kimi sökülür və bütün paduşkalar hamısı ilə əvəz olunacaq. Hətta BMW F10, F30 və C30 modelləri üçün artıq bəzi hissələrimiz var. Kim istəsə bizim servis yaxınlaşa bilərlər. Həm ehtiyac hissəsi ilə təmin edirik, həm də ki, yaranmış problemləri aradan qaldırırıq. İndi bu problemləri asqı sistemi bitdikdən sonra keçəcək növbəti prosedura. Bir dənə də F30'umuz burada var. Gördüyünüz kimi 2 turbo dizel mühərrikdir. Bunda da bir çox işdə görmüşük. Bunun da videosu gələcək. Bağla.